bu dövrdə biz müsəlman dünyasında məlum olduğu kimi Haçlı səfərlərinin də davam elədiyi bir dövr idi və İslam dünyasında digər bir güclü dövlətin meydana çıxdığını görürük. Bu da Əyyubilər dövlətidir. Məlum olduğu kimi Səlahaddin Yusif Əyyubi Misirdə Fatimi xilafətinə son qoyub, Misir və Suriyada Şam vilayətində öz hakimiyyətini qurmuşdu, dövlətini qurmuşdu və Əyyubilərin bəzi bölgələr vardı ki, həm Əyyubilərin ora iddiası var idi, həm də Atabəylərin iddiası. Daha doğrusu Atabəylərin tabiətində, yəni vassallıq asılılığında olan bölgələr vardı ki, Əyyubilər ora iddia edirdilər. Onu da qeyd edeyim ki, Səlahaddin Yusif Əyyubi də mənşə etibarlı əslən Azərbaycanlıdır. Qərbi Azərbaycanın Düveyn Dəbil də yazılı bəzi qaynaqlarda. Əslən bu şəhərdəndir. Bəlkə bir gün onun haqqında da bir dərs söhbətimiz olar. Bəli, Düveyn şəhəri Azərbaycan tarixində mühüm şəhərlərdən biridir. İbnül Hacib adı ilə məşhur olan Əbu Osman Düveyni məşhur dilçi alimdir, ərəb dili qrammatikası üzrə həmin bu şəhərdə. Məşhurdur belə.